Eğer bacarırsansa başına gələnə qarşı, yəni bir sıxıntıya qarşı mömin təslim olmaz, aciz qalmaz. Rəbbinə güvənər, ümidsizliyə düşməz. Bil ki, qüdrətli olan Allah səni düzəldəcək, yolunu asanlaşdıracaq. Kərim olan Allah, Allahın xəznələri səni sevindirəcək. Baxın, Allahın adları, sifətlərini biləndə insan, hər bir adı, sifətin bir mənası var, gözəlliyi var. Unutma ki, bu kainatı idarə edən tək bir Rəbb var. O sənin halını bilir və sənin işlərini yoluna qoyur. Sənin isə özlərinə düşən tək iş yerinə yetir. Allahın adları, sifətləri ilə Allaha qulluq eylə, Allaha ibadət eylə, Allaha təvəkkül eylə. Allah Teala buyurur Hud surəsi 123-cü ayədə. Elə isə ona ibadət et və ona təvəkkül et. Yəni Allaha arxalan. Bil ki, başına gələn və ya yaşadığın bir sıxıntı, çətinlik öz içində elə xeyirlər, faydalar daşıyır ki, onu yalnız hər şeyi bilən Allah bilir. Allahın əlim sifəti hər şeyi bilər. Ona görə də Rəbbinə güvən. Yükünü onun qapısına qoy. Çünki çıxış yollarının açarları onun əlindədir. Xoşbəxtliyin açarları da onun mülkündədir. Gücünü ondan başqasına sərf etmə. Yəni qəlbini ona bağla. Yoxsa sonda peşman olanlardan olarsan.